söylediğim kimi hidrostatikanın əsas qanunu, hidrostatikanın əsas məsələlərdən biri hansıdır? Mayenin sükunətdə ona uyğun qanunlarını öyrənilməsi. Sükunətdə. Hidrodinamika nədir? Hidrodinamika mayenin hərəkətdə olan qanunları öyrənilməsi. Yəni orada bir kinematika var. Orada bir hərəkət var, hərəkət rejimi var. Hərəkət rejimi varsa nə var? Sürət var. Biz bir səth götürürük. Onun üzərində bir su səviyyəsi götürürük. Və buna təsir edəcək qüvvəni müəyyən edirik. Hansı qüvvədir? Su varsa, təbii ki, arxivin qüvvəsini hər şey qoyuna bilər. Su varsa, həmin o divara, həmin o sahəyə, həmin o boruya nə təsir edəcək? Hidrostatik təsir. Necə? Hansı qanundan dəyişəcək? Üçbucaq qanunuyla. Hansı istiqamətə təsir edəcək? İstinad divarına doğru. Onun təzyiq nöqtəsi haradadır? Üçbucağın mərkəz nöqtəsi, ağrız nöqtəsi haradadır? 6-cı sinifin səviyyəsində. Tamamilə doğru. Təxminən gündürüm 3'te 1'indən doğru mu? Oturacaq təxminən təxminən nöqtəsi. Budur. Yəni mən bunu F qüvvəsi təyin etdim. Bunun ordinatı nəyə bərabərdir? Gamma H. H nədir? Suyun dərinliyi. Düzdür. Hündürlük deyək. Sizə aydın olan şəkildə. Qulaq asın. İnguri su ambarının qarşısında böyük bir tahvari beton bərk durur. Onun hündürlüğü 252 metrdir. Deməli, 252 metr hündürlüğündə olan su ambarının oturacağında təsir təxminən 200 atmosferdir. 8 atmosferi təkər partlayanda adam yerində şüşələr silkədir. Doğru mu? Kamazın təkəri partlayanda. Amerikadan buraya 250 atmosfer təzyiq var. Suyun gücü çoxdur. Suyu idarə etmək çox çətindir. Amma bizim üçün əsas qüvvə nədir? Hidrostatik təzyiqi müəyyən etmək. Bu qədər asan, bu qədər bəsit, amma kifayət qədər çox maraqlı olan məqama başlayacaq. Sərbəst şəkildə, səs salmadan tələbələr yığışır, Arnfred qurğusunun ətrafında elə olsun ki, çəkiliş də keçirdə bilək və tələbələr sıxlıq yaratmadan. Hazır. Diqqətlə qulaq asın. Biz sizinlə nəzəri hissəyə aid olan məsələni aid etdik. Bu günləri praktiki olaraq hidrostatik təzyiqin təsir nöqtəsini və onun müəyyən etmə qaydasını sizə biz əyani şəkildə göstərəcəyik. Bunun üçün, bizim üçün Arnfred firmasının təqdim etdiyi avadanlığın kompleksinə aid olan F12 nömrəli bir qurğu var. Qurğu nədən ibarətdir? Qurğu gördüyünüz kimi plastik çəndən ibarətdir. 3 ayaq üzərində dayanıb, siz bilirsiniz, tam statik sükunət vəziyyəti üçün 3 dayaq nöqtəsi lazımdır. 3 dayaq nöqtəsi, yaxın gəlin, kimsə yaxın gəlsin və burada siz bir göz şəklində bir dairə görürsünüz. O nə deməkdir? Siz geodeziyədən bilirsiniz. O tarazlıqdır. Yəni o göz şəkilli düz taraz ortada olmalıdır. Ne üçün? Çünki bizim ölçü bayımız düz olmalıdır. Bu baxımından əgər taraz kənardadırsa, biz ayaqlarının hesabına bunu tarazlayırıq və düz həmin o gözlüyücüyü düz mərkəzin ortasına qədər gətirir. Əgər hər şey okeydirsə, o zaman biz sadəcə olaraq bu qabın içərisinə mayeni tökməmişdən öncə onun bir öyrənilməsinə diqqət edək. Bu, hərəkət edən çarxdır. Belə deyək. Bunun burada bir nöqtəsi var. Amma dayaq nöqtəsi var. Və bu kvadrant, bunun adını kvadrant deyək, bu kvadrantın deməli yan səthləri, arxa səthi, bir də bu müstəvidə əyri elipsvari müstəvidə olan bir səthi var. Siz bu qurğunun üzərində şkalanı görürsünüz. Və eyni zamanda siz bunun üzərində belə deyək, sağa, aşağıya, yuxarı və yaxud da hərəkətlə sağa sola hərəkət edən əks yükü görürsünüz. Sual olacaq, müəllim, əks yükün rolu nədir? Əks yükün rolu sadəcə olaraq bunu taraz vəziyyətinə yetirməkdir. Bu baxımından mən bu qarmaq şəklində olan yükü
bunun üzerine 30 dururam. Məndə tarazlıq pozuldu. Baxın biriniz. Məndə tarazlıq pozuldu. Bax burada. Burada, Tərana xanım, siz izah edin burada, baxın. Burada 3 şkala var. Yuxarı, aşağı, bir də orta. Ortadakı şkala, düz şkala, enli şkala. Bu tarazın düzgün qurulmasıdır. Baxın, aşağıdadır. Nə etməliyəm? Mən bunu geri çəkməliyəm. Fırladıram. Taraz yerindədir. Okey? Hər şey qaydasında. Biz susuz vəziyyətimizdə, uşaqlar, bunu tarazladıq. Susuz vəziyyətində biz bunu tarazladıq. İndi nə baş verəcək? Biz bir anda suyu bura əlavə etməklə, görün nə baş verəcək qızım suyu əlavə elə. Suyu suyuz, narahat olmur. Siz kvadratın Hərəkətinə fikir verin. Okey, saxla. Nə baş verdi uşaqlar? Tamamilə doğrudur. Heç nə yox, kifayət qədər çox şey baş verdi. Qalxdı yuxarı. Bayaq siz gördüyünüz orta səviyyədəydi. İndi tarazlıq qalxdı yuxarı. Doğru. Biraz da suya əlavə edin. Götürün. Kömək edin müəlliməyə. Nə qədər görsənir burada uşaqlar? 50'de yok 55. 50-55. Bizdə tarazlıq pozuldu. Deməli, nə baş verdi? Biz nə etdik? Biz sükunət vəziyyətində tarazlığı qurduq susuz. Heç bir şey yoxdur. Sadəcə olaraq biz bu çənə su əlavə etdik. Tarazlıq pozuldu. Nədən? Təzyiqdən. Tamamilə doğrudur. Hansı təzyiq? Tamamilə doğrudur. Hidrostatik təzyiq. Araşdırdıq. Çox gözəl. Hidrostatikin təzyiqin təsirini bildik. Hara? Yan əyri səthə təsir edir. Təsir edir. Yan səthlərə təsir edir. Təsir edir. Arxa divara təsir edir. Təsir edir. Amma kvadrant ancaq bu istiqamətdə hərəkət edir. Əyri səthə təsir edən hidrostatik təzyiq hər zaman həmən səthə normal, yəni perpendikulyar toxunandır. Bu isə perpendikulyar toxunanda oxlar bu nöqtədə sıfırlanır. Deməli, bu səthə təsir edən hidrostatik təzyiqi biz nəzərə almırıq. Bu səthə təsir edən hidrostatik təzyiqlər, əgər sizə üçbucaqda göstərdiyim kimi, həmən istiqamətə, həmən bu divara təsir edir. Üçbucaq. Amma hansı istiqamətdədir? Fizikanın 3-cü qanunu. Təsir? Aferin uşaqlar. Yəni, bu divarda təsir edən hidrostatik təzyiq bu divara bu istiqamətdə yönəldir. Bu divara təsir edən hidrostatik təzyiq bu istiqamətdə yönəldir. Onlar bir-birini nə edir? Sıfırlayır. Nə baş verir? Deməli, ancaq bu səthdə olan, üçbucağın, bu səthdə olan səthə hidrostatik təzyiq. Tərədə xanım, bunu nə edirsiniz indi deyin? Tamamilə doğrudur. Biraz suyu əlavə edək. Biraz suyu əlavə edək. Biraz suyu əlavə edək. Ki biz o görək. Əla. Normal. Normal. İndi siz diqqət yetirin. Bizdə şkalanın səviyyəsi nə qədər oldu? 64. 64 yaxınlaş bax dəqiq olsun. 64 millimetr suyun dərinliyində Əvvəl necə idi? 55. tamamilə doğru. 64 millimetr suyun dərinliyində bu səthə təsir edən hidrostatik təzyiqin təmzimləyici yükü nə qədər oldu? 100 qram. Bu zaman biz momentlər xassəsindən istifadə edirik. Moment nədir? Bəli, momentlər, çox sonra keçmişsiniz. Yəni, bu qoldur, qol. Bu qüvvədir, tətbiq olunan qüvvə. Bu nöqtədə moment, bu qüvvənin qola hasıl. Doğrudur. Yəni, mənim, bax, bu nöqtədə təsir edəcəyim hidrostatik qüvvənin tarazlayıcısı bərabərdir nəyə? 100 milligramın bu qola olan nisbətidir. Ölçmüşəm, 27 santimetr. Bu isə məndə 100 qramdır. Deməli, mənə təsir edən qüvvənin
F bölünmüş H-a taraz vəziyyətdədir. Burada iki qüvvə var. Həm mg, həm də eyni zamanda FH. H bu hündürlükdür. Bu H-ı müəyyən etmək üçün mütləq şəkildə bu hündürlüyü tapırıq. Deməli, hidrostatik təzyiqin müəyyən etmiş, mən H-ı tapmalıyam, bu H-ı. Bu H-ı da laboratoriya kitabında, sizə verilmiş laboratoriya kitabında düsturlar var, ifadələr var. Həmən o ifadələrə, düsturlara uyğun olaraq mg vurulmuş L bərabərdir F vurulmuş H2. H2 hündürlüyünü biz tapdıqdan sonra, qiymətləri tapdıqdan sonra yerini yazırıq. Yəni, suyun 64 millimetr hündürlüyündə olanda H-ın qiyməti nəyəsə bərabər olacaq, orada ölçünü çıxardı, biz tarazlayıcı qüvvəni müəyyən edirik. Bu oldu bizdə həmən hündürlükdə bu səthə təsir edən hidrostatik təzyiq. Davam edirik. Deməli, biz laboratoriyanın iki qismini baxırıq. Bir, suya qismən batırılmış hissəsi, bir də tamamilə suya batırılmış hissəsi. Tamamilə doğrudur. Biz bunu indi davam edəcəyik. Səndə xanım, bunun şlanqının harada olduğunu mən nəzərdən çıxmışam. Bunu baxma lazım, şlanqını boşuna tapsınlar. Deməli, bir dənə zəhmət olursa suyu doldurun. Gətirin. Uşaqlar, biz artıq kvadrantı batıracağıq. Doldurun suyu. Biraz da zəhmət olmasa. Buyurun. Əlavə edin suyu. Normal. Əla. Əla. Fərdə xanım, nə baş verdirsə siz tələbələrə izah edin. Biz tamamilə suya batırıldı. Tarazlıq pozuldu. Tarazlıq pozuldu. Ona görə biz yenidən çəki daşı əlavə edib tarazlamışıq. Tamamilə doğrudur. Siz başa düşdünüz nə baş verdi? Artıq batırılmış halda bu səthə təsir edən hidrostatik təzyiqin qiyməti dəyişdi, böyüdü. Necə təyin edəcəyik? Biz həmən o yükləmə ilə təyin edəcəyik. Götürək olaraq. Yetirmədi, bəli. Bir dənə yüzlük, bura 100 milliqramlıq əlavə etdik. Hə, doğru. İndi uşaqlar, biz bunu belə yüklədik.